Selamun aleyküm. Mənim üçün maraqlıdır bu hicab məsələsi bu ölkədə neçə gündür aktualdır. Hal-hazırda məsəl üçün Azərbaycanda 2026-cı ilə görə 26 qeydiyyatdan keçmiş siyasi partiya var. Ağ partiyadan başqa həmən o hansısa bir partiya hicabla məsələ bir etirazını bildiribmi? Yəni hicab axı bir dənə təkcə dini məsələ deyil, axı dini azadlıq deyil. Hicab həm də vicdan azadlığıdır. Beynəlxalq konfessiyalardan qəbul olunan bir vicdan azadlığıdır. Bu BMT-də də belədir, Avropa Birliyində də, Avropa İttifaqında da, Avropa Şurasında da, Azərbaycan Konstitusiyasında da hər yerdə. Yəni dini qoyulan bir tərəf, dindən uzaq qaçmaq istəyirsiniz, dindən od kimi qorxursunuz. Özünüz bilərsiniz. Sonra da onun cavabını da özünüz verəcəksiniz. Adi bir dünyavi sekulyar dəyərlərə də uyğun olan bu bir vicdan azadlığıdır. Niyə biri bir səs çıxartmaz? Niyə səs çıxartmaz? Çünki Ağ Partiyadan başqa bunlar çünki özləri dinlə qorxurlar, bu heç, bu bir mənalı şəkildə. İkinci də özlərinə müxalifət sayanlar bir qismi hakimiyyətdən çəkinirlər ki, birdən mən belə danışsam hakimiyyətin xoşuna gəlməz. Bir qismi də özünü müxalifət deyənlər, bunlar da Avropa, Amerika, İsrail birdən onların xoşuna gəlməz. Çünki elələri yenə də ümid edirlərsə, nə vaxtsa Amerika, Avropa, İsrail bunlara hakimiyyətə gətirəcək, ona görə elə görsənmək istəmirlər. Mən də fərqi yoxdur, hamısını onların deyirəm. İqtidarlı, müxalifətli. İqtidarlar əbədi deyil. Avropalılar, Amerikalılar, İsraillilər də əbədi deyil. Yəni, onlardan çəkinib mövqe göstərmək lazımdır. Tək əbədi Allahdır. Ona görə qorxaq olmayın. Qafil olmayın. Yalancı olmayın. Doğru, dürüst mövqe ortaya qoyun. Heç olmasa. Ya da özünüzü durub sonra biz azadlıqlar prinsipinə sadiqik deməyin, söyləməyin. Çünki bu hicab məsələsində iqtidarlı, müxalifətli bir Ağ Partiyadan başqa nə qədər azadlıqlar məsələsində siz hamı gördü onu. Amma burada bir xaç məsələsi olsaydı, kipa məsələsi olsaydı, hətta krişnaitlərin hansısa bir məsələsi olsaydı, hamısı biz bu saat növbə durub açıqlamalar verirdi ki, biz sekulyar, tolerant, dünyalı ölkəyik, bizdə bütün azadlıqlar olmalıdır. Dır, dur, dır, dar. Bax belə.